Əziz dostum, salam. Ola bilsin sən illərlə düşünmüsən ki, heç kim səni sevmir. Bir çoxları səndən nifrət edir, səninlə ünsiyyət qurmaq istəmir, səninlə yaxınlıq etmək istəmir, sən sevimli deyilsən. Amma mən bir həqiqəti öyrənmişəm. Müqəddəs kitabda Danielin kitabında, Daniel Peyğəmbərin kitabında mələk gəlir Daniel Peyğəmbərə deyir, ey Allahın sevimlisi. Bu ayəni ilk dəfə mən oxuyanda başa düşürəm ki, Rəbb bunu təkcə Daniyelə demir. Bugün bunu Rəbb sənə də deyir. Ey Rəbbin sevimlisi, Rəbb səni sevir. Qorxma, insanlara görə narahat olma. Çünki Rəbb səni sevir və səninlə bərabərdir. Və istəyirəm sənin üçün dua edim. Sən Rəbbin sevimlisisən. O səni dəyərləndirir. Gözəl və mehriban Rəbbim, minnətdaram indi mənimlə bərabər dua edən, bu videoya baxan insan üçün. Rəbb, mən əminəm ki, sən o qardaşımı, o bacımı sevirsən. Hər birimiz sənin üçün sevimliyik. Mən bilirəm, əminəm ki, o insan sənin üçün çox dəyərlidir. Dəyərli olan övladını qoru, onu bərəkətlə, ona xeyir-dua ver. Bütün çətinliklərdən onu keçir. Qoy, tamamilə əmin olsun ki, sən onu əbədi bir məhəbbətlə sevirsən. İsa Məsihin adı ilə amin. Əziz dostum, qorxma, sən Rəbbin sevimlisisən.